Yengeç bürcü 3 dekabr 2025-ci il. Səhərdən özünüzü optimist ruhda yükləyin. Bugündən xoşa gəlməzliklər gözləməyə dəyməz. Ulduzlar sizin tərəfinizdədir və bunu vacib planlarınızı həyata keçirmək, uzun müddətdir düşündüyünüz hansısa ideyanı gerçəkləşdirmək üçün istifadə etmək olar. Ətrafınızdakılar sizinlə ünsiyyətdən zövq alacaqlar. Çoxları daha yaxından tanış olmaq və dostlaşmaq istəyəcək. Romantik görüşlər və xoşladığınız insanlarla ünsiyyət üçün də münasib gündür. Hədiyyələr, xoş sürprizlər, uğurlu təsadüflər mümkündür. Maliyyə məsələləri baxımından gün uğurludur. Pullarla bağlı istənilən məsələni rahatlıqla həll edəcəksiniz. Alış-verişi günün ikinci yarısında saxlamaq daha yaxşıdır. Məhz həmin vaxt daha yaxşı seçim etmək şansınız yüksək olacaq. Boğa bürcü 3 dekabr 2025-ci il. Gün böyük peşə uğurları və ya ciddi bir irəliləyiş gətirməsə də çox xoş keçəcək və sizi sevindirəcək hadisələrlə zəngin olacaq. Uzaqdan yaxşı xəbərlər ala bilərsiniz. Maraqlı təkliflər və gözlənilməz xoş sürprizlər mümkündür. Çətin danışıqların və ya hüquqi məsələlərin sizin xeyrinizə başa çatma ehtimalı yüksəkdir. Siz isə boş dayanmayacaqsınız. Özünüz üçün faydalı işlər tapacaq, onlarda yaxşı nəticələr əldə edəcəksiniz. Gün yeni bir şey öyrənmək, təcrübəli insanlarla ünsiyyət üçün münasibdir. Bəzi boğalar təkcə məsləhət verən insanlarla deyil, həm də yaxın zamanda önəmli rol oynayacaq nüfuzlu himayədarlarla tanış olacaqlar. Əkizlər bürcü 3 dekabr 2025-ci il. Ulduzların dəstəyi sayəsində çətin işlərdə belə əla nəticə əldə edə biləcəksiniz. Vaxtilə sizə yardım etmiş insanların da bugün sizə dəstək olma ehtimalı yüksəkdir. Məhz onların vasitəsilə iş sahəsində yeni maraqlı imkanlar yarana bilər. Yenilikləri çox tez mənimsəyəcək, başqalarının təcrübəsindən yararlanmaqda çətinlik çəkməyəcəksiniz. Maliyyə vəziyyəti uğurlu olacaq. Bəzi əkizlərə pul sanki öz-özünə gələcək, digərləri isə sərfəli anlaşmalar və ya yeni gəlir mənbəyi ilə qarşılaşa bilərlər. Xərçəng bürcü 3 dekabr 2025-ci il. Bir çox şey düşündüyünüzdən asan alınacaq. Bugün yalnız uğurlu keçməyəcək, həm də son vaxtlar özünə inamını itirmiş xərçənglərə güvən hissini qaytaracaq. Buna görə də onlar yeni işlərə həvəslə başlayacaq. Qısa zamanda uğur qazanacaqlar. Uzun müddətli planlar formalaşdıra bilər və onların həyata keçirilməsinə yaxın zamanda başlamaq mümkün olacaq. Köhnə işindən bezmişlər üçün sahə dəyişmək haqqında düşünmə imkanı yaranacaq. Ulduzlar bugün iş yerində romantik münasibətlərin başlamasına qarşı deyil. Ümumilikdə şəxsi münasibətlərdə müsbət tendensiyalar, üstünlüklər təşkil edəcək. Ailə və dostlarla ünsiyyət sevindirəcək. Yaxın insanlardan xoş sürprizlər mümkündür. Şir bürcü 3 dekabr 2025-ci il. Bugün böyük işlərə başlamaq, ciddi qərarlar vermək, ətrafdakıları narahat edən mürəkkəb layihələrə girişmək üçün münasibdir. Öz gücünüzə inamınız sizə başqalarının tərəddüd etdiyi anlarda belə irəliləməyə kömək edəcək. Sakit və əmin addımlarınız ətrafınızdakılara güclü təəssürat bağışlayacaq və bu nüfuzlu insanların diqqətini cəlb edə bilər. İntuisiyanız da sizə yardım edəcək. Onun sayəsində rəqiblərin qurduğu tələlərdən yayına, maliyyə ilə bağlı düzgün qərarlar qəbul edə biləcəksiniz. Günün ikinci yarısında yaranacaq ideyalar xüsusilə dəyərli olacaq. Onları yaxın zamanda həyata keçirmək mümkün ola bilər. Qız bürcü 3 dekabr 2025-ci il. Hər şey asan olmayacaq. Bəzi uğurlar üçün çalışmaq lazım gələcək, amma gün ümumilikdə pis keçməyəcək. Xüsusilə də vacib məsələlərdə qətiyyət və iradə göstərməyə hazır qızlar üçün. Qorxulara təslim olmayın. Maneələr görsəniz belə geri çəkilməyin. Prioritetləri düzgün müəyyənləşdirmək artıq hiss olunmaz gərginliyin qarşısını alacaq. Lazımsız söhbətlərdən uzaq durmaq isə vaxtınıza qənaət edəcək. Bəzi söz və davranışlarınız başqalarının xoşuna gəlməyə bilər. Tənqidə sakit yanaşın və kiminsə narazılığına görə planlarınızdan vaz keçməyin. Öz təcrübənizə güvəndikcə vəziyyət daha tez yaxşılığa doğru dəyişəcək. Tərəzi bürcü 3 dekabr 2025-ci il. Xırda çətinliklər ortaya çıxa bilər, amma günün ümumi fonu müsbət olacaq. Müvəffəqiyyətə inanın və əvvəllər çətin görünən işlərin öhdəsindən çəkinmədən gəlin. Yardıma hazır insanlar tapılacaq. Maraqlı təkliflər həmçinin sizi doğrudan da cəlb edəcək gözlənilməz dəvətlər mümkündür. Gün həyatınıza yenilik qatmaq üçün çox uyğundur. Dəyişikliklərin miqyası isə yalnız sizdən asılıdır. Ailə və yaxın dostların dəstəyi sevindirəcək. Onlar hər şeydə sizinlə razı olmasalar belə ümumi həll tapmaq mümkün olacaq. Bugün ətrafınızda sizə güvən verən insanlar olduğu hissi xüsusilə xoş təsir bağışlayacaq. Əqrəb bürcü 3 dekabr 2025-ci il. Gün asan olmayacaq. Bunu tez hiss edəcəksiniz. Amma ruhdan düşmək üçün səbəb yoxdur. Əsas planlarınızı həyata keçirə biləcəksiniz. Ciddi problemlərdən isə yayınmağın yolunu tapacaqsınız. Kiçik çətinliklər isə sizi çox yormayacaq. Çünki yaxınlığınıza etibar edə biləcəyiniz insanlar olacaq. İş çox ola bilər və vaxtı düzgün bölüşdürmək asan görünməyə bilər. Bəzi əqrəblər diqqəti dağıdan xırda işlərə vaxt ayıracaqlar. Amma yenə də günün ən vacib tapşırığını vaxtında yerinə yetirəcəklər.
Oxatan bürcü 3 dekabr 2025-ci il. Günün ilk yarısı xoş xəbərlər və uğurlu hadisələrlə sevindirəcək. Əhvalınız yaxşı olacaq. Optimizminiz isə ətrafdakılarla ünsiyyəti daha rahat edəcək. Adi işlərin öhdəsindən daha tez gələcək, daha maraqlı tapşırıqlara keçmək istəyəcəksiniz. Lakin uzun müddət güvəndiyiniz köhnə tərəfdaşlardan bəziləri dəstək verə bilməyəcək və planları dəyişmək lazım olacaq. Bu, nəticəyə çatmağınıza mane olmayacaq. Sadəcə biraz rahatlıq yaradacaq. Axşama doğru müsbət tendensiyalar zəifləyəcək. İstirahət etmək istəyəcəksiniz. Emosional rahatlıq üçün özünüzə vaxt ayırın. Sizi narahat edən insanlarla görüşləri isə ertələməyiniz yaxşı olar. Oğlaq bürcü 3 dekabr 2025-ci il. Gözlənilməz uğur sizi sevindirəcək və son günlərdə sizə yardım edən insanlara münasibətlərinizi daha da möhkəmləndirəcək. Tezliklə həmin insanlarla birlikdə mürəkkəb və maraqlı bir işə başlaya bilərsiniz. Lazımi nəticəyə çatmaq üçün yaxşı şanslar var, amma səbir tələb olunacaq. Bəzi hallarda əlavə maliyyə vəsaiti lazım ola bilər. Xüsusilə şəxsi iş layihələri ilə məşğul olan oğlaqlar üçün boş vaxtınızı dostlarla keçirin. Onlar həm yaxşı xəbərlər, həm də maraqlı təkliflərlə sevindirəcəklər. Sevgilisi olan oğlaqlar üçün romantik görüş təşkil etmək münasib fikirdir. Dolça bürcü 3 dekabr 2025-ci il. Gün çətin olacaq. Vacib işlər görmək istəyirsinizsə, əvvəlcə məntiqlə düşünün. Bəlkə də bu addımı bir neçə gün sonraya saxlamaq daha məqsəd uyğundur. Əgər gözləmək mümkün deyilsə və hərəkət etməlisinizsə, yaxın müttəfiqlərinizin dəstəyini əvvəlcədən yoxlayın. Ola bilər ki, yeni yardımcılar da cəlb etməyə lazım gəlsin. Uğur qazanmaq mümkündür, amma gözlədiyinizdən çox vaxt tələb oluna bilər. Bugün xüsusilə pul məsələlərində ehtiyatlı olun. Kredit və başqasının vəsaiti ilə bağlı məsələlər risklidir. Alış-veriş və müqavilələrə də tələsməyin. Sizi anlayan insanlarla ünsiyyət isə həm dəstək verəcək, həm də ruhlandıracaq. Balıqlar bürcü 3 dekabr 2025-ci il. Bugün yalnız öz planlarınızla məşğul olmaq çətin olacaq. Ətrafınızda sizdən kömək istəyən çox insan olacaq və siz onlara biganə qala bilməyəcəksiniz. Xeyirxahlıq etdiyiniz işlər sizə həqiqi mənada xoşbəxtlik gətirəcək. Səhər iş məsələlərini müzakirə etmək üçün uyğundur. Hətta ümid bəslədiyiniz danışıqlarda belə uğur mümkündür. İnsanı özünüzə cəlb etmə bacarığınız və düzgün arqumentlər tapmağınız çox işə yarayacaq.